Deyəsən sözümə baxmır bu bədən. Göz işıqdan qalır, ürək qüvvədən qopdu rişələrim. Dərddən, güvədən keçdi boğazıma andır qocalıq. Ələk süstəldi, barmaq keyidi, toxtaq ol deyirəm, almır öydü. Bir kişnər bulutlu bahar göydü, dindirmək olmur ki, qandır qocalıq. Sonda bir tələ var, hər çatan düşür. Bir-bir arzularım ucadan düşür, qapıdan qovuram, bacadan düşür, sitəm qılıncına qındır qocalıq. Bir yanar ocaqdım, bir qızıl közdüm, əridi varlığım, kül oldu dözdüm. Təkbətək döyüşsək dərd eləməzdim, meydanda tək mənəm, ondur qocalıq. Bir bıçaq ki dolanır, cövrü mənəymiş, Kas cavan Məmmədim geri dönəymiş, yaptığım küt gedir, getməsə nəymiş. İçi kəpək dolu, undur qocalıq. Keçdi boğazıma, andır qocalıq. Zamanında dərələrdən, təpələrdən mənə və həmyaşıdlarıma hər zaman sehirli sözlər gətirən Məmməd bəy bugün deyəsən qocalıqdan 74 ilin sehirli sözünü gətirib bizə. Xoş gəlmisiniz. 75 il əvvəl bilmədiyim bir dünyaya gəldiyimi təbrik edirsiniz. Bilə-bilə ədəbiyyata gəldiyimi təbrik edirsiniz, xoş gəldin deyirsiniz. Ya Xəzərə gəldiyimi. Hamısını təbrik edirik. Hara? Ay Məmməd müəllim, hardan hara? Xəzərə mi, yoxsa 75 ilə mi? Hardan gəlib hara gedirsiniz? Kandan gəlib nağıllarda deyildiyi kimi məkana gedirəm. Qaracaoğlanın bir sözü var, deyir ki, mənim bu dünyaya keçmədi lazım. Birdən-birə bunun sualınıza, bunu dediyimə təəccüblənməyin. Doğrudan alın yazısı deyən bir qiyamət şey var. Ondan sən kənara çıxa bilməzsən. Hər bir insanı əvvəldən axıra müşahidə eləyən, arxasınca aparan bir alın yazısı. Mən öz həyatımı, başqaları da öz həyatına uyğunluğunu bilə bilər. Bir şeirim vardı, deyirəm ki, taleyi kür yaranmışam, salam versəm, savaş olar. Sevincimə şaxta düşər, qəm bostanım faraş olar. Mənəm möhnət qəddinəyən, qan qusaram ləyən-ləyən, barmağıma plov dəyən, dişim atda bir daş olur. Getsəm, düzəm bir çölə mən, dağ görürəm silsilə mən, üç çevirsəm bülbülə mən, tecə dönüb bayquş olar. Elə düşüb işim tərsə, Məmməd donar ola girsə, hər kim məndən mehr görsə, ondan payım qarqış olur. Elə burada da deyirsiniz, hara getsəm, dağ görürəm silsilə mən. Yəqin ki, ilham pərinizi təbiətdən alırsınız. Çünki bütün şeirlərinizdə təbiət görürük, bütün danışığınızda, əvvəlki çəkilişlərinizdə hamısında təbiət var. İlham pəriniz təbiətdəndirmi? Heç şübhəsiz, sən də, mən də təbiətdənik. Dünya təbiətdəndir. Onu biz hərəmiz biri Tanrı deyibdir, biri Allah deyib, biri başqa bir kəlmə deyib. Amma bizi yaradan, əlbəttə bu dünyanı da yaradan bir qüdrət var. Onun da uzun müddət təbiət demişik. Təbiət deyəndə də Allahı düşünmüşük. Allah sözü dilimizdə qadaqlananda ona təbiət demişik. Məmməd bəy, bir şeirinizdə deyirsiniz ki, səpib göyərdərəm sözü misranı, ayrı sənətim yox, ayrı işim yox. Tanıtsa bir misram tanıdar məni, ayrı sənədim yox, arayışım yox. Sizi tanıdan dərələrdən, təpələrdən gəlmişəm. Dərədən, təpədən gələnə qədər mən özümü tanıtmışdım ki, məni bir işin qulpunla yapışmağa layiq gördülər. Burası da var. Bilirsiniz, mən o bayaqdan dediyim sözün arxasınca gəlirəm ki, bir qüdrət var ki, hər kəsin başında o qüdrət əli olmasa, o adam heçdir. Fərd yoxdur, millət var. Dəyər tapır hər şey varlıq içində. Xalq millətin, millət tarix içində. Gərək budaq unutmasın köhləri,
Azərbaycan var ki, var içində. Bir vaxtlar mən Naxçıvana getmişdim. Bir Səfərəli Babayev vardı. O məni instituta apardı, Naxçıvan institutuna. Və dünyada o boyda şeirdən ləzzət almamışam ki, ikicə misralıq bir şeirimi götürüb koridor boyu, institutun koridoru boyu, dəhlizi boyu yazdırmışdı böyük şirklərlə. Allah rəhmət eləsin. Deyirdim ki, vətən gözdür, biz kirpik. Gözümüzün keşiyini çəkirik. Nə gözəl. Elə əvvəli də, axırı da 2 misradır. Bəzən biz çox yazırıq misraları. Amma az sözdən çox sözün fərqi azın üstündədir. Çünki az desən daha tez başa düşürlər. Çox dedikcə daha çox yanılarsan. Düzdür. Məmməd müəllimi vəsf eləyən bir şeir varmı, yoxsa yoxdur? Mən qoy onu ilə doğulduğum bir torpağın, o da bayaqdan dediyimdir. Azərbaycanın harasında doğulsan, o mərkəzidir. Molla Nəsrəddində bir yer var, ayağını yerə döyür ki, dünyanın mərkəzi budur. İstəyirsən, ölç, ölçmə. Budur ki, budur. Yəni, bir Lənkərandan tutmuş Kəlbəcərə qədər mən o baş bu başı deyirəm. Tutalım Naxçıvanından tutmuş Gəncəsinə qədər. Harada doğulmusansa, sən Azərbaycanda doğulmusan və onu tərənnüm eləməyə doğulmusan. Ayrı bir şeyə gəlməmsən ki. Mən də bu mənada Kəlbəcər dediyimiz o varlıq ki, onu Allah cənnətini insanlığa göstərmək üçün cənnəti görməmsən. Amma Kəlbəcərin timsalında cənnəti göstərdi. Ki, bax cənnət dediyim budur. Bu mənada mən vaxtı ilə bir 4 ay Kəlbəcərin üzünü görməmişdim. Nəysə xəstə idim, ya nə idim. 4 aydan sonra Murovun başına gelib çatanda Kəlbəcər diyarı görükdü. Orada yazdığım bir şeiri istəyirəm. Bu siftəlik olaraq demək istəyirəm. O körpəlik beşiyim, mənim dağım dərəmdir, zirvəsinə baş əymuludur, möhtərəmdir. Bir tifildim, aləmdim, çiçəyinə bələndim, bulağından bal əmdim, mənim şəhdim şirəmdir. Ürəyim axar çayda, uyuyar bu laylayda, dəli dağ özü boyda, kəhiliyotum zirəmdir. Yasəmənlər, süsənlər, əsim-əsim əsənlər, ay xəzinə gəzənlər, xəzinə yan görəmdir. Yamaş gəzdim, döşendim, qaya dindi, üşəndim. Ayağına döşəndim, ovlağımdır, bərəmdir. Ən qəlbi dağa çatdım, kəhkəşana ip attım, topa ulduz qopartdım, çəmən, çiçək, zərəmdir. Bir daşına qıysalar, laçınları qıysalar, laçın qaya haysalar, harayımdır, nərəmdir. Göydə gürülar, təbillər, kim çalır, kim nə bilər, Koroğlular nə bilər bu dağlarda şirəmdir. Nə gözəl avazıdır, xəyalım ayazıdır, hər-tər şəmşir sazıdır, qulaq mənim cürəmdir. Yenə çiçək fəslidir, hava gül nəfəslidir, o dağlar xan əslidir, Məmməd Yanıq Kərəmdir. Məmməd müəllimi, deyirsiniz ki, özümün heç nəyim yoxmuş dünyada. Xəyal da, arzu da xilqətinmiş. Bu qədər şeiri olan Məmməd müəllim hələ də deyir ki, özümün heç nəyim yoxdur dünyada. Vallahi bilmirəm, hər kəs özü bilər. Amma mən o fikirdəyəm yenə. Bax, 70 ildə deyim ki, xeyli yazı pozum olub. Amma elə bilginən ki, dünya təzə gəlmişəm. Bu da ömrüm bir ya mükafatıdır mənə, ya qəzəbi qəhridir. 70-ci ildən 75-imə 5 ilin ərzində bəlkə ömrüm boyu yazdıqlarım qədər şeir yazmışım. Bunu hər bir cür görə bilər. Mən öyünürəm ki, Allahın bir vergisi kimi, Allahın bir görüm baxımı kimi mən bunu qarşılayıram. O birisi də bəlkə də başqa cür yazar, bu da onun öz işidir. Amma həqiqət budur ki, bu dünyadan insanın gözü doymur və sənətkar olan kəsin də 2 qat gözü doymur. Niyə? Çünki sənət
dünyası ilə bərabər o dünyanın biz sıradan nəfərləriyik. Bir dünya var qarşında, bir o sənət var. Bunun ikisinin də qayrısını çəkmək çox çətindir və yazdıqların istər-istəməz sana az gələcək. Bir ulu görüşə bel bağlamışdım. Bir də ayıldım ki, vaxtdan keçib. Mənə olan oldu yığıl gözlərim, yollara həsrətlə baxmaqdan keçib. Verdisə yerini baharın qışa, bağrına daş bağla, dərdinlə yaşa. Çaxma əbəs yerə, çaxmağı daşa, daha qovdan keçib, çaxmaqdan keçib. Açılmalı, açılmalı zamandır. Açıl gönlüm, açılsın gözüne nur saçılsın. Açıl, açıl benim şem açıl, açıl, açıl benim şem açıl. Şem açıl, 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 açıl benim şem açıl. Yüreğim görmedi ki bu hasret görmedi ki. Açılsın gözüne nur saçılsın. Açıl, açıl benim şem açıl, açıl, açıl benim şem açıl. Hərə özünü bütün millətə səpələnmiş görür və millətdə özünü tapır. Ən böyük şair bilirsən kimdir? Saraşıq. Niyə? Saraşıq o qədər xalqa doğma olubdu ki, xalqdan götürdüyünü xalqa təzdən qaytarandan sonra baxıbdı ki, özündə heç nə yoxdur. Əslində o şeirlərin, Saraşığın şeirlərinin çoxsu sonradan toplanılıbdı. Amma sağlığında belə onların sayı hesabı yox idi. Saraşıq, Ələsgər, Abbas Farqanlı, Füzulini ona görə demirəm ki, Füzuli şeirimizin, məni qınasa da dindarlarımız şeirimizin Allahıdır. Demirəm ki, yeryüzünün Allahıdır. O da şeirimizin Allahıdır. Aşıqlarına söz düşmüşkən bildiyim qədərlə Aşıq Ələsgəri çox sevmisiniz və belə deyək, hardasa ilham almışsınız onun yazdıqlarından, oxuduqlarından. Bizim burada sazımız var, bir ifa eləyə bilərsinizmi? İfanız var mı heç olmasın? Vallahi mən cəhd elədim, ömrüm boyu cəhd elədim. İki şeydən dünyadan həsrət gedəcəm. Niyə? Sazı çox sevdim, onu çala bilmədim. Atı çox sevdim, atdan divana oldum. Atı mən harda görəndə ayaq saxlayıram, xüsusilə atın qulunu ki gəlib əyilir, anasını əmir. Onda baxasınız, kaş
atın gözlərindəki məmnunluğa və balanın gözlərindəki o acgözlüyə. Amma buradan alınan o zövqün də ayrı bir dadı var. Nə at minə bildim, nə saz çala bildim. Allahın verdiyi, amma mənim bacarmadığım iki böyük qüdrət oldu. Mən onu deyim ki, saza çatsaydım, bəlkə saza, saz çalana, Ələsgərə, Abbas Farqanlıya, Xəstə Qasıma, Dədə Şəmişrə bir qədər kənarda qalardım. Mən bunlara, sən həsrət olduğuna daha çox çatmaq istəyirsən. Saza həsrət qaldıqca Ələsgəri sevdim. Ona yaxınlıq olduqca Ələsgər daha mənə əl çatılmaz oldu. Sərt qayalı söz dağını misra-misra çapıbmışsan, kimsə tapa bilmədiyi bir xəzinə tapıb sanmış. Ələsgərsən, zər tacın var, xiridarsan, alıcın var, sözdə misri qılıncın var, ildırımdan qopub sanmış. Haçan səni işsəm nuram, sən ki varsan demək varam, dağa getdim daxma quram, gördüm qala yapıb sanmış. Məmməd Arazla çox yaxşı dostluğunuz olub. Allah rəhmət eləsin. Məmməd Arazla xatirələriniz var, çox maraqlı xatirələriniz var. Kəlbəcərdə müəllim işləyən vaxtlar, 62-ci ildən sonra bir 8 il dərs demişəm. İstisuda, Yanşaqda və başqa yerlərdə. Deməli, dostluq eləmək, onunla bir dostluq binası qurmaq üçün çox çalışmışam. 1968-ci ilidir, amma yanvarın da 18-i idi. Yanvarın 18-i idi, bir bahar şeiri yazdım. Yanvarda İstisu, siz görməmişsiniz, Kəlbəcərin başında, Dəli dağın ətəyində dəhşətli bir qışı olur. Amma elə bir gündə mən bir şeir yazmışdım. Şeir belə idi. Əlvan gül dənizi, çiçək dənizi, ətirli dalğalar dizimdən mənim. Getməz bu dağların göyçək dənizi, ürəyimdən mənim, gözümdən mənim. Yönəldim bulağa bir qurtum içim, cığır fərşə dönüb gül əlçi məclim. Bəs necə tafdıyım, bəs necə keçim, min naxış pozular izimdən mənim. Yamacı çağırdım, dağı səslədim, cavab gələr deyə ümid bəslədim. Bir coşub çağlayan nəğmə istədim, kəhliklər çıxmadı sözümdən mənim. Quşağı çəmənə sancılıb göyün, çiçəklər nazəndə, quşlar ərköyün. Ürəyim yaylaqdaydı bugün, xəbərim olmayıb özümdən mənim. Görün mən nə itirmişəm. Millət də məndən bərabər itirib, isti suyunu itirib, Dəli dağını itirib. Bizim seyir, səfa yerimizi itirdik. Aradan bir həftə keçməmişdi, mən bu şeiri götürdüm, göndərdim Ədəbiyyat qəzetinə. Bu şeirim Ədəbiyyat qəzetində onda mən göndərdiyim həftədə çap oldu. Və aradan bir həftədə keçdi, gördüm Məmməd Arazdan bir məktub gəlib, heyrətdə qaldım. Ki, mən dostluq eləmək istəmişəm, bu mənə məktub yazır. Şeir oxuyub və deyim ki, son dərəcə, bəlkə 100 ildə qoşma ilə siyasəti, mən sırf təbiət şeiri yazmışdım. O da sırf cəmiyyət hadisəsi, sırf siyasət şeiri olan bir şeiri ilə oradan səslənir ki, məni bağışla xanım qızım ki, xalası göyçək şeiri belə yazarlar. Qardaş, düzümünün əsiri oldum, xəbərim olmadı özümdən mən.
Sənin çiçəyinə, gülünə baxdım, yarpaqlar töküldü sözümdən mənim. Könlüm ayrılmayır haça gedikdən, baxışı, duruşu, köhnə əlikdən, hərdən bir xəbər ver o köhnəlikdən, o dağlarda itən izimdən mənim. Bəxtimə bir yazı qurumu dəydi, taxtıma iki əl qırımı dəydi, gözümə bir araz şırımı dəydi, 100 araz töküldü gözümdən mənim. Nə qədər dünənim çay içildi, dağım döyəşləndi, təpəm kiçildi, neçə kənd biçildi, şəhər biçildi, taylanıb daşındı düzümdən mənim. Dağ ömrümü qış əritdi, yaz yıxdı, dərdim keçən yollar yazıq-yazıqdı. Desəm dilim yanar, dilim yazıqdı, deməsəm duymurlar üzümdən mənim. Mən illər dəniyəm, illər dənimdir, illərə qəniməm, illər qənimdir, Azəri torpağı son kəfənimdir, doymaram bu qara bezimdən mənim. Tənhalaşmış ağacların qəfil sınmaq qorxusu var. İnsan nə vaxt tənhalaşır? Dostlarını itirəndə, yoxsa ömür gün yoldaşını itirəndə? Bəlkə də sevgisini itirəndə? Hamısından ola bilər. Amma insan öz içi ilə tənhalaşanda daha çətindir. İnsan özü o hala düşür, o kökə düşür. Bəzən çox xəstəlik birdən əl-ələ verib üstümə gələndə deyirəm, Əzrailin yəqin mənə təhlikdə gücü çatmır. Yığıb qohumunu, qardaşını mənim üstümə gəlibdir. Bunlarsız olmazdımı? Mövlana Həzrətləri deyir ki, xəstəliklər ölümümüzdən yanımızda birər parçalardır. Çalışın onu yanınızca çox gəzdirməyin. Qoy tamaşaçının dağında bu söz qalsın. Burada itməz haray havar, bu dağlarda obalar var, obalarda babalar var, hər biri Qorqud əvəzi. Burada ötkəm ağıllar var, burada gerçək nağıllar var, dəliqanlı oğullar var, hər biri bir qurd əvəzi. Qızları var, yanar üzdü, üz minardı, yanar üzdü, hər biri bir yanar közdü, hər biri yaqut əvəzi. Min dost gəlsəm, yol açıqdır, hər dəyə bir qalacıqdır, papaq alaçıqdır, hər dəyə bir yurd əvəzi. Mən Kəlbəcərdən danışdım, Kəlbəcərlə bağlı da bir şeirimi oxuyum. Yurd itirən bay olmaz. İçim yanar həsrətdən, bağrımda köz Kəlbəcər. Gördüyü fəlakətdən ağlar göz Kəlbəcər. Xəyanətlə vurulan, öz odunda qovurulan, al qanımda qıvrılan dərdi dəniz Kəlbəcər. Ağ saraylar virana, 100 il təslim bir ana, məlhəm qoymaz yarana, dünya bumbuz Kəlbəcər. Məndə sevinc arama, dünya saxta qurama, qan fışqıran yarama, səpilən duz Kəlbəcər. Dağ çəkdirən, cəbrimsən, diz çöktürən, səbrimsən, qazılmamış qəbrimsən, dərdimdə üz Kəlbəcər. Dikəl qəfil qarşıma, axına tökül başıma, daş vermə baş daşıma, qalmasın iz Kəlbəcər. İbrət odu göz görə, görənmədik 100 kərə, nifrət yağdır bizlərə gecə gündüz Kəlbəcər. Bu axır zamandımı, aman, əlamandımı, yaxşımı, yamandımı halın bizsiz Kəlbəcər. Qarlı qışa dözmürdün, dağa daşa dözmürdün, bəlkə boşa dözmürdün, gəlindi döz Kəlbəcər. Nə dağdı Allah çəkdi, dağ üstündən dağ çəkdi, Dədə Şəmşirah çəkdi, yandı söz Kəlbəcər. Sonasan göller içinde, alemin nursan, dünyanın gözü, bir türfe sonasan göller içinde.
Mehmet müəllim, və sonda belə bir sualım var. Adətən deyirlər ki, hər bir şairin ürəyinin gizli bir söz silahı var. Təbii ki, şeirlərdən gedir söhbət. Elə bir söz silahınız varmı ki, onu indiyədək elə sirr olaraq saxlamısınız, silah olaraq qəlbinizdə saxlamısınız və bugün tamaşaçılara söyləyəsiniz? Bəli, onu burada deməyəcəm, harada deyəcəm. Qabaqsan deyirdilər ki, bir-birinə deyirdi, bunu heç harada demə, ha. Deyirdi ki, o da cavab verirdi ki, heç orada demərəm, bircə toyda, bayramda deyərəm. İndi sizdə nə söz deyilsə, o toy bayram yerində deyilən kimidir, amma bu toy bayram deyil, şərqin bütünlüklə fəlakəti sayılacaq bir şeir oxuyacağım. Qan elə sulandı durduğu yerdə, Füzuli dərdinə aşiyan Bağdad. Elmin səltənəti, irfan ocağı, tarixi çiynində daşıyan Bağdad. Sənətin, zəkanın ilkin beşiyi, bəşərə pay verib Bağdad çox şeyi, yerlə yehsan oldu evi, eşiyi, şər ilə şeytana baş əyan Bağdad. Tale üst çevirdi, baxdın talandı, zaman donduruldu, vaxtın talandı, bu dünya göz yumdu, taxtın talandı, nə çoxmuş izini qaşıyan Bağdad. Çirkin ehtiraslar qəsdinə durdu, haq geri çəkildi, haqsız qudurdu, bağlanmış əli ilə başına vurdu, bağrının başında daş oyan Bağdad. Bağdadın ilk yardımına da gəlinməyib. Qanlar, qadalar oradan silinmir. Allah eləsin ki, Qarabağımızla bərabər Bağdadımız da geri dönsün. Amin, amin. Bir şeirinizin son misrasını deyib sağlaşmaq istəyirəm. Deyirsiniz ki, mənim günahım çox, sənin də səbir. Günahı səbirlə yaxala getsin. Pis sözün sorağı evdən çıxmasın. Xoş sözün sorağı mahala getsin. Bunu mu deyirsiniz? Qoy inşallah xoş sorağımız mahala getsin. İnşallah. İncitdimsə sizi halal edin. Məni incitdikcə xoşuma gəldi. Niyə? Bir şair qarşıdakı danışanda bilir ki, filan kəs onu oxuyubdur. Filan kəs onu oxuyubdur. Və bir şair harada dil açırsa, o dünya təzədən gəlir. Mənim yenidən dünya təzədən doğulma qadım yoxdur. Amma əgər belə bir insana haqq versəydi Allah, yenə də gələrdim. Mehmet müəllim, belə bir şey qaldı mı ki, ürəyinizdə biz soruşmadıq? Amma ürəyimdən nə qədər çözdünüz ki? O da düzdür. Yarım saata, bir saata mənim ürəyim nə qədər balacadır ki, onu boşalda bilərsiniz. Amma sağ olun ki, onu elədiniz. Qızım, bu son məqamda ağlıma bir şey gəldi. Bizdə bir yaxşı görüşdə, çoxdan görmədiyin bir adamı görəndə, bir yerə gedəndə deyirik ki, Allaha şükür. Yəni gördüm bunu. Eyni sözü deyir Anadolu Türk qardaşlarımız, amma biraz bizdən fərqli deyir. Həm də biraz Allahına bəndə olan insan kimi deyir. Deyir ki, bizi görüşdürənə şükür. Bizi, burada məni çəkənləri və mənlə söhbət edən sizi və ürəyi mənlə olan o kollektivi mənimlə görüşdürənə şükür. İnşallah. Nəzərdən çıxmısan bir mələk kimi, o gülgəz yanağın çiyələk kimi, çiçəklər üstündə kəpənək kimi, gəzərsən bağçalar güllər içində, çiçəklər üstündə kəpənək kimi, gəzərsən bağçalar